doğma evimə gedirəm Tozu. Mən ilk addımlarımı orada atmışam. Mən köhnə azarkeşlər yaxşı bilir ki, o periodda mən Turan Toza transfer olduqda mənə 3 ay icazə vermədilər oynamağa və məni inadla Fuad Musayev, o federasiyanın prezidenti bildirirdi ki, sən Şəfada oynamalısan. Çünki milliyə namizədlər, gənc perspektivli oyuncular hamısı oynayırdı Şəfada. Yəni onu Vidadi Əhmədovdan da müsahibə alsaz, Kazbek Tuayevdən də onlar o proseslərdə yaxından iştirak edirdilər. Mən sonuna qədər bildirdim ki, məni oynamağa da buraxmasaz, mən Turan Tozda olacağım. Mən gəlmişdim, artıq şəhərdə qalırdım, komandaya uyğunlaşmışdım, şəhəri çox sevmişdim, azarkeşləri çox sevmişdim. Və sonra da 3 ay sonra mənə icazə verdilər oynamağa və çox uğurlu karyeram oradan başladı mənim. Həmişə də onu bildirmişəm, ilk A milli komandaya, o komandadan düşmüşəm. Sonra Neftçiyə transfer oldum və o Neftçiyə transfer dönəmində də rəhbərlikdən də baş məşqçi olsun, prezident olsun, belə deyək, hamı Neftçiyə transfer oldu. Və bu şəkildə birlikdə Turan Toza gəldi. O yüzden o komandanın mənə elədiyi yaxşılıqlar, o şəhərin mənə elədiyi yaxşılıqlar heç bir zaman undanmıram. Gəlir sırf bu azarkeşlərin mənlə bağlı səsləndirdiyi şüarlara, keçən oyunda eşitmişdik, bu oyunda da eşitirdim. Mən sonra bir balaca araşdırma apardım və bildim ki, nəyə məyus olublar mənə? Şamaxı Turan oyununda, o 1-1 bitdi oyun, yoxsa 0-0? 0-0 bitən oyunda 75-ci dəqiqədə penalti epizodu var idi. Və mən oyunu canlı izledim, çünki növbəti turda rəqibimiz Turan idi. O oyunda mən Skybox'dan izləyirdim. Skybox'a gəldikdə həm Turan rəhbərliyinin orada 3-4 dənə iştirakçısı var idi, üzvü var idi. Hamı ilə görüşdüm, özüm yaxınlaşdım, görüşdüm orada. Ehtiram bəylə və digər üzvlərlə. Və bir də Şamaxın orada rəhbəri var idi, onlarla da görüşdüm. Və Skybox'da cəmi 10-12 nəfər adam olub, ya o komandanın rəhbəri olub, ya digər komandanın, bir də mən olmuşam. Mən oraya gəlmişim rəqibi analiz eləməyə. Azarkeşlər də Turan azarkeşlər də sol tərəfdəydilər və aramızda da ən azı 70-80 metr məsafə var idi və onlar da Skybox'u görmürdülər və Skybox'da nə danışılırdı onu da eşitmirdilər. 75-ci dəqiqədə olan penalti epizodunda mən sevinmişəm deyilir. 75-ci dəqiqədə olan penaltidə mən demişəm ki, penalti yoxdur. Şamaxın rəhbərinə dedim ki, var çağıracaq, çünki ondan qabaq mən qayda pozuntusu orada gördüm və bildirdim ki, ətrafımdakı penalti verilməyəcək, vara çağırılacaq və geri alınacaq penalti qərarı. İndi onu Turan o qrup fanat azarkeşləri eşidiblər, bildiyimə görə və onunla bağlı mənə qarşı etirazlar var ki, Rəşad bizim penaltiyə sevinirdi. Birincisi, mən sevinməmişəm. İkincisi, mənə maraqlıdır ki, onu Turan azarkeşlərinə o formada kim çatdırıb ki, Rəşad bizim uğursuzluğa və yaxud nəyəsə sevinir. Yəni, mənə çox qəribə gəlir. Mən neçə il, 26 il bundan qabaq oynamışam Turan Tozda. Belə deyək də, bu bir ilə qədər mən Turana Toğuza getdikdə öz evimə getmişəm. Xeyir işi olsun, şər işi olsun, heç bir şeydən qalmamışam. Dostlarım da çoxsa oradandır və bir çox insanlara mən Toğuzu kimi tanıyım. Sən Toğuzlusan, belə o qədər ora yaxın olmuşam ki, hər zaman. İndi bu azarkeşləri kim yanlış istiqamətləndiribsə, bilirəm ki, düz eləməyim. Bu düz deyil. Belə olmaz. Ən azından mən sevinsəydim, deyilsəydi ki, sevinib. Yenə də mən deyərdim ki, ola bilsin, mən sevinmişəm, siz də komandanın fanatlarısınız, biz sizin xoşunuza gəlməyib və siz buna görə məyus olmuş, mənə etiraz bildirirsiniz. Amma mümkün deyil ki, ümumiyyətcə mən hansısa komandanın oyunlarına gedəndə, mən çox oyunlara gedirəm. Neftçinin də oyunlarına tez-tez gedirəm, digər rəqib olan komandaların oyunlarına gedirəm. Hansı ki, stadionda daha maraqlı, daha gərgin, baxımlı futbol gözləyirəmsə, mən oyunları stadiondan izləyirəm. Və heç kim deyə bilməz ki, bugünə qədər Rəşad hər hansısa bir oyunda emosional bir reaksiya verdi. Amma gedirəm futbola baxıb zövq almağa. Həmişə də fikirləşmişəm ki, nəticə xeyrisi Allahdan da. İndi bugün o udarsa, o biz udarıq, digər birsin o başqa komanda udar. Yəni həmişə belə yanaşmışam məsələlərə. Ay mən gedim tribunada kimisə yaxından izləyim, kiməsə tərəfkeş deyilim ki, bu udursun, o udursun. Məndə heç vaxt elə şey olmuyor. Və bu qədər. Bugün yenə gördüm müəyyən etirazlar var. Əgər belə məsləhət verirlərsə, problem yoxdur. Mən haqqımı ala bilirəm. Çünki bilirəm ki, orada yanlış anlaşılma var.